Mən kəsinliklə Amerikanın İranı vurmasının əleyhinəyəm. İranı vurmaq, biz türkləri vurmaq deməkdir. Çünki İran bir türk yurdudur, bizim yurdumuzdur. Biz 1000 illik şəhərlərimizi, kəndlərimizin dağıdılmasına yol verə bilmərik. İranda sadəcə hakimiyyəti dəyişmək lazım. Vura biləcəklərmi sizcə? Biraz da İndi danışıqlar gedir. İraqı vurdular, Suriyanı vurdular, İranı niyə vurmasınlar? Niyə vurmasınlar ki? Məsələ budur. Və burada hədəf heç də rejim məsələsi deyil. Baxın, İraqı vuranda, Suriyanı vuranda nə deyirdilər? Biz Suriya və İraq xalqlarını diktaturadan azad edib, demokratik bir düzen gətirmək istəyirik. O düzəni qura bildilər mi? İraqda xaos, Suriyada xaos. İranda da xaos olarsa, niyə bizim türk millətimiz, orada yaşayan, o şəhərlərdə çoxluq təşkil edən türk millətimiz yer yurdundan dağılsın, torpağından qovulsun? Bir daha vurğulayıram. Hanı Suriya türkmənləri? 7 milyona yaxın insan. Ermənistanda 1,5 milyon erməni var. Ermənistan dövlətini ovucularının içində saxlayır. Necə olur ki, 1,5 milyon erməniyə dövlət qurulur? 47-ci ildə, 48-ci ildə İsrail əhalisi o da 1,5 milyon idi. Necə olur ki, 1,5 milyonluq İsrailə dövlət qurulur, 7 milyona yaxın türkmənə Suriyada dövlət qurulmur. Hanı o türklər, Suriya türkmənləri hanı? Biz bilirikmi o Suriya türkmənlərinin nə qədəri bu böyük savaşda şəhid oldu, nə qədəri sağdır və kim haraya qaçıb? Neçə milyonu haraya qaçıb, neçə milyonu? Biz bunu bilirikmi? Biz bilmirik. Düzdür. İranda da eyni proses. Yəni İranın vurulması bu deyildiyi kimi nüvə məsələsinə görədimi yoxsa? Baxın, İraqa hücum edərkən dedilər ki, Səddam Hüseynin kimyəvi, belə deyək, silahlardan istifadə edir. Silahı yaratmasını özləri icazə vermişdi ABŞ-ın özü. Bəli, Səddam, baxın, bunlar bəhanədir. Bunlar bəhanədir. Bir dövlətə hücum etmək istəyəndə bir bəhanə uydururlar, İranı da nüvə bəhanəsi ilə vururlar. İraqı kimyəvi silahlar istehsal etməkdə və kimyəvi silahlar tətbiq etməklə Səddam Hüseyni günahlandırdılar və hücum etdilər. Biz diktaturanı deviririk, demokratiya gətiririk. Amma İraqda bugün demokratiya varmı? Ümumiyyətlə düzən varmı? Düzən yoxdur. Ona görə də Böyük Orta Doğu projesi həm də Batının 300 ildir həyata keçirdiyi İslam sivilizasiyasını və mədəniyyətini bölmək, parçalamaq, o sivilizasiyanın sərhədlərini azaltmaq, o sivilizasiyanı Qərb xristian dünyasına qarşı alternativ mədəniyyət və sivilizasiya kimi şəkillənməsinin, güclənməsinin qarşısını almaq projesinin tərkib hissəsidir. İsrailə bir meydan açmaqdır. Ərəblərdən, türklərdən, İran-Fars sistemindən uzaqlaşmış, daha güvənli kürdlərlə çevrələnmiş bir İsrail. Və bunu da, bu siyasəti də necə aparırlar? Biz bilirik ki, Səlahiddin Eyyubi Qüds şəhərini xristianların əlindən azad etmişdi. Qüds müsəlmanların əlinə keçmişdi. Sonra xristianlar, xaçlılar gəlib Qüdsü işğal etmişdi və orada bir dövlət qurmuşdu. Səlahiddin Eyyubi həmin dövləti yer üzündən sildi və Qüdsü yenidən İslamlaşdırdı. Məsələ budur ki, bugün İsrail və Yəhudi və Kürd dostluğu Qüds üzərindən və Səlahiddin Eyyubi üzərindən formalaşdırılır. İddia edilir ki, Səlahiddin Eyyubi bir Kürddür. Eyyubilər dövləti bir Kürd dövlətidir və Qüdsü də Kürdlər işğaldan azad edib Kürdistanın içinə qatmışdı. Burada diqqət edirsinizmi? Çünki müsəlman dünyasında belə bir iddia var ki, Qüds 3 dinin mərkəzidir, Qüds toxunulmazdır. Qüds beynəlxalq bir statusa sahib olmalıdır, İsrailin paytaxtı ola bilməz. Hal-hazırda müsəlman dünya və BMT-nin də belə bir görüşü olmuşdu 47-ci ildə. Amma Trump birinci prezidentlik dönəmində Qüdsü o BMT-nin də qərarlarına zidd gedərək 3 dinin mərkəzi olmaqdan çıxartdı, Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Müsəlmanların Qüdsü gələcəkdə İsraildən almaması üçün
Səlahəddin Eyyubi, Kürd Səlahəddin Eyyubinin aldığı Qüds, yəni Qüds Kürdlərindir deyilən bir Yəhudi və Kürd ittifaqı yaradılır. Səlahəddin Eyyubinin də Kürd olması məsələsi mübahisəlidir, uydurmadır. Bir çox kitablar, mənbələr var ki, onun türk olduğunu yazır. Məsələ nədir? Eyyubilər dövlətinin mövcud olduğu bölgədə Kürdistan qurmaq. Ona görə də Səlahəddin Eyyubinin özünü də Kürd çıxarırlar. Və mən həm də ona çox təəssüf edirəm ki, Azərbaycanda bir çox televiziyalar izləmişəm. Bir çox jurnalistlər də Səlahəddin Eyyubiyə Kürd deyir. Yəni Kürd təbliğatı artıq bizim mediamızın dilini və jurnalistlərimizin baxışını və tarixi dəyişdirib. Amma belə xətalara yol vermək olmaz. Və biz Güney Azərbaycanda Kürd yayılmaçılığı ilə üz-üzəyik. Türkiyənin içində Kürd yayılmaçılığı ilə üz-üzəyik. Türkiyəyə meydan oxuyurlar. Suriya və Suriyada Kürd yayılmaçılığının qarşısını ala bilməmişik. İraqda da Kürd dövlətinin qurulmasının qarşısını ala bilməmişik. Bir daha vurğulayıram. Kürdistan demək böyük İsrail deməkdir. Və yaxud da ikinci İsrail deməkdir. Yəni İsrail bölgədə özünə müttəfiq dövlət qurur. İsrail bölgədə özünə müttəfiq dövlət qurur. Amerika niyə İrana hücum edir? Niyə İraqı işğal edir? Niyə Suriyanı işğal edir? Çünki Amerikanın planı İsrailin təhlükəsizliyinin təmin edilməsidir. İkinci Dünya Savaşından sonra, ümumiyyətlə 48-dən etibarən İsrail dövləti yaranandan sonra Amerikanın Orta Doğu projesinin kökündə İsrailin təhlükəsizliyi siyasəti durur. İsrailin təhlükəsizliyi də Suriyanın, İraqın işğal edilərək bölünməsi, Kürdistanın yaradılması, Türkiyədə Kürdistan, İranda Kürdistan həmin siyasətdir. Həmin siyasətin qollarıdır. Ona görə biz Böyük Orta Doğu projesinə Böyük İsrail projesi kimi baxmalıyıq və doğrunu deməliyik. O Stalinin xilas yolu var mı burada? Bəli, xilas yolu var. Türkiyədə anayasa dəyişə bilməz. Türkiyə türk dövləti olaraq qalacaq. Türkiyə bölünməzdir, parçalanmazdır. O zaman Erdoğan niyə anayasanı dəyişməkdir belə israrlıdır? Mən Erdoğanın şəxsiyyəti haqqında danışmayacağam. Danışmayın, yox, bəlkə mən də Çünki dövlət başçısıdır və Türkiyə də bizim dövlətimizdir. Amma Türkiyədə gedən oyunlara baxırıq. Mən bir fikir vurğuladım. Bütün 3-cü dünya ölkələrində bir qərbli yazar var, Immanuel Wallerstein. O dünya siyasəti haqqında çoxlu kitablar yazıb, dünya siyasi sistemi. Dünya xalqlarını bölüb, inkişaf etmiş xalqlar, inkişaf etməkdə olan xalqlar və 3-cü dünya ölkələri. İnkişaf etmiş xalqlar qərb sistemidir. İnkişaf etməkdə olan xalqlar tutaq ki, Yaponiyadır, Koreyadır və s. və ilə axır. Yenə qərb sisteminə bağlı. Yerdə qalan da biz. Yerdə qalan da biz. 3-cü dünya ölkələrində heç bir lider, Atatürk və Qandi kimi liderlər istisna olmaqla son illərdə və partiyalar belə, parti liderləri belə siyasətlərini İngiltərə və Amerika siyasətləri ilə uzlaşdırmaq məcburiyyətindədir. Kimsə müstəqil deyil. Ona görə mi deyirlər, məsəl üçün, yenə də ad çəkmək istəmirəm da, məsəl üçün, indi adını çəkmirik, konkretləşdirmirik ki, o gücləri gətirən, onları prezident gətirən güclər. Ən azı AK Partiyanı kimlər yaradıb, necə yaranıb bilirik. Məsələ budur ki, AK Partiya Böyük Orta Doğu projesini Böyük Osmanlı projesinə çevirə bilərdi. Bəlkə də planında o var. Amma bunu nə dərəcədə bacarır, onu deyə bilmirəm. Böyük Osmanlı projesi nədir? Biz bilirik ki, məsələn, Böyük Osmanlı projesində isə belə bir fikir var ki, Kürdlər bizim qardaşımızdır, Osmanlıların təbəsidir. Biz Türkiyə mandatı altında, Türkiyə rəhbərliyi altında Kürdləri himayə edək, Kürdistanı himayə edək. Baxın, iki seçim var. Ya İsrail ətrafında, İsraili müttəfiq olan bir Kürdistan qurulacaq. Ya da Türkiyənin. Hal-hazırda gedən proses onu göstərir ki, İsrailin ətrafında, Amerikan-İsrail gücünün ətrafında Kürdistan qurulur.
Amma Türkiyə, Amerikan, İsrail Kürdistanına qarşı Kürd millətini öz tərəfinə çəkərək, onu sahiblənərək Kürdləri Amerika və İsrailin əlindən almağa cəhd etdi. AK Partiya buna cəhd etdi. Yəni bu Öcalanla bağlı siyasət, o çağırışlar buna hesablanmışdı. Buna hesablanmışdı. Yəni Kürdləri, Kürd millətini Osmanlı dövründə olduğu kimi sahiblənmək, İsrail və Amerikanın müttəfiqi olmaqdan çıxarıb bağrına basmaq, qucağına basmaq. Alınmadı deyirsinizmi? Alınmırmı? Məncə biz hələ mən alınmır demirəm. Mən yaxşı bilirəm ki, o Kürd xalqının içində qurulan partiyalarda Siyonların, İsrailin və Amerikanın əli ilə qurulan partiyalardır. Bir var Kürd partiyaları və Kürd silahlı ordusu, bir var Kürd milləti. Sonunda Kürd milləti sözünü deyəcək. Çox istərdim ki, Kürd milləti Türk millətinin müttəfiq olsun, İsrailin müttəfiq olmasın. Amma hələ alınmır demirəm. Alınır da demirəm. Prosesdir. Gedir. Və bu proses bizi nəyə doğru aparacaq? Hər halda bir təhlükəli bir dönəmdən keçirik.